Salam, hər vaxtınız xeyir. Üslü bərabərçilər mövzusuna aid belə bir sualın həllinə baxmaq istəyirəm. İlk öncə birinci vuruqda işim yoxdur. X üstü 4 vurulsun, 2 üstü x yazaram, çıxılsın. 2-nin üstü x plus 4'ü əsası eyni olan üslü ifadələrin vurulması qaydasından istifadə edərək 2 üstü x vurulsun, 2 üstü 4 yazıram. Kiçik bərabərdir 0-dan. Daha sonra hər iki tərəfdə 2 üstü x olduğundan orta quruq kimi mötərizə xaricinə çıxardıram. Qalar x üstü 4 çıxılsın 2 üstü 4. Kiçik bərabərdir 0-dan. Burada 2 üstü x ədədi hər zaman müsbət ədəd olduğundan deməli x üstü 4 çıxılsın 2 üstü 4 kiçik bərabərdir 0 şərtini yazmalıyım. Yəni x üstü 4 çıxılsın. 2 üstü 4'ü 16 şəklində yazıram. Kiçik bərabərdir 0. Bunun da sıfırları uşaqlar müsbət mənfi 2'dir. Ədəd oxu çəkirəm. Mənfi 2, müsbət 2 qeyd edirəm. Qeyri-ciddi bərabərsiz olduğundan hər iki kök daxildir və intervalları qeyd edib sınaq qiymətləri verərəm. 2-dən böyük bir ədədi gətirib burada yoxlayaram. 2-dən böyük, məsələn 3. 3 üstü 4, 81. 81'dən 16 çıxanda 65. Müsbət ədəddir. Mənfi 2, müsbət 2 arasında 1'i yoxlayaram. 1 üstü 4, 1. 1'dən 16 çıxanda mənfi 15. Mənfi. Mənfi 2'dən sola bir sınaq qiyməti yoxlayaram. Məsələn, mənfi 3. Mənfi 3 üstü 4, 81. 81'dən 16, 65. Müsbət ədəddir. Mənə lazım olan yoxladığım ifadədə işarədir. O işarə yoxunda aralıq interval götürməliyəm. 0-dan kiçik bərabər, yəni mənfilər və 0. Bunu da ödəyən mənfi 2, müsbət 2 parçasıdır.